Salamlayırıq sizi əziz tamaşaçılar. Bugündən etibarən sizin görüşünüzə yeni layihəmizlə gələcəyik. Media Lab, yəni media laboratoriyamızda sürətlə rəqəmsallaşan bir dönəmdə, informasiyanın durmadan artdığı bir dövrdə biz insanlarımızın tez-tez rastlaşdığı ən aktual problemlərdən danışacağıq. Amma danışacaqlarımız tək söz və nəzəriyyə deyil, eyni zamanda araşdırmalara, təcrübəyə və real faktlara söykənəcək. Verilişimiz interaktiv olduğu üçün siz tamaşaçılara müraciət edərək bizim sosial media hesablarımız vasitəsilə elan edəcəyimiz mövzularla bağlı fikirlərinizi, rəylərinizi öyrənmək istəyərdik. Bugünkü mövzumuz isə fake news, dezinformasiya, yəni sadə dildə desək yalan məlumat. Yalan məlumatın cəmiyyətdə ictimai rəyin yanlış yönləndirilməsində oynadığı rol. Bugün cəmiyyətimizdə yalan məlumatlarla bağlı, dezinformasiyalarla bağlı hər hansı bir dayanıqlıq formalaşıbmı? Yalan xəbəri doğru xəbərdən necə ayırmaq olar? Təbii ki, suallarımız çoxdur və bütün bu sualların cavabları bugünkü araşdırmalarımızda. Dezinformasiya fake informasiyalar, yəni tamamilə başdan ayağa təhrif olunmuş informasiyalar. Dezinformasiya bir informasiyanın məhdud və yaxud da yanlış verilməsidir. Yanlış məlumatlar xalq cəmaata çatdırmaq, yanlış məlumatlar. Dezinformasiya belə düşünürəm ki, insanların informasiyadan yoxsul olmasıdır. Saxta məlumat. Dezinformasiya düzgün informasiya verməməkdir. İnformasiyanın yayılması, kütləvi informasiya vasitələrlə, internetdə və s. Yalan, yəni düz olmayan məlumat deməkdir. Dezinformasiya mənim fikrimcə yəqin ki, yanlış məlumatlar. Son dövrlərdə kimə inandığını da belə özüm də anlaya bilmirəm. Çünki o qədər dezinformasiya, o qədər fake xəbərlər olur ki, istər-istəməz düşünürsən ki, bu doğrudur ya doğru deyil. İnformasiyanın doğru və yalan olmağını müəyyənləşdirmək çox çətindir. Elə saytlar var ki, ümumiyyətlə onun məlumatların hamısına ciddi yanaşmaq olmur. Birisi də var ki, görürsən ki, o yoxlanmış məlumatları təqdim edir. Başqa mənbələr var da, həmin mənbələrdən tutuşdururam mən şəxsən. Rəsmi saytlar, bir hansısa düzgün, tam dəqiq məlumat olanda rəsmi Instagram səhifələri var ki, məsəl üçün onlardan məlumatlar toplayırıq. Məsələn, hansısa bir məlumat gəldiyində digər informasiya saytına giririk, orada yoxsa demək ki, yanlış məlumatdır. Mən çalışıram, axtarım, yəni ilk mənbəyi. İlk mənbəyi axtaranda, bəli, biraz onda daha asan olur. Aid eləmək mən özümə görə deyirəm, çox çətin yox. Eləyirsən ki, nə yanlışdır, nə doğrudur. Bir mənbədən yox, bir neçə mənbədən öyrənirəm məlumatı. Özüm onu araşdırıram, baxıram. Yəni sonra 2-3 dəfə götür-qoy eləyirəm, görürəm ki, yox, o düzgün fikirdir. İstənilən bir məlumatın yanlış və ya doğru olduğunu aydınlaşdırmaq üçün ilk növbədə düşünmək lazımdır. Ümumi məlumat kütləsi ilə müqayisə etmək lazımdır. Əgər müqayisə etdiyin nəticədə etibar etdiyin mənbələrdə zid gəlirsə, o məlumata inanmamaq lazımdır. Biz respondentlərimizə dezinformasiya nədir sualı ilə müraciət etdik. İnsanlarımızın bu mövzu ilə bağlı nə dərəcədə məlumatlı olduğunu və fikirlərini öyrənmək üçün. Və fikirlər də bir mənalı olmadı. Bizim isə məqsədimiz insanlarımızı maarifləndirmək və məlumatlandırmaqdır. Məhz bundan da irəli gələrək biz dezinformasiya anlayışını daha asan dildə təqdim etmək üçün studiyamızın qonağına müraciət edirik. Studiyamızın qonağı isə araşdırmaçı jurnalist Sənan Nəcəfovdur. Xoş gördük sizi. Sənan müəllim, sadə və anlaşılır dildə izah etsək, dezinformasiya nədir? Dezinformasiya insanların həyata baxışında, hər hansı bir hadisəyə münasibətində, gələcəyə atacaq addımda fikirlərini yanılda biləcək, onun fikirlərinə təsir edə biləcək saxta informasiyadır, saxta məlumatdır. Bunu sosial media vasitəsilə, bunu adi insanlarla söhbət etdiyi zaman şayə vasitəsilə yerinə yetirmək olur. Yəni, dezinformasiyanı həmin insanların təsirinə, öz həyata baxışlarına və digər gələcək fəaliyyətlərinə mənfi təsir edə biləcək effektdir. Bu, tək fərddən söhbət getmir. Əgər bu fərddən söhbət getsəydi, məsələ çox sadə olardı. Bu, bir fərdə qarşı yönələ bilər, bu cəmiyyətə qarşı yönələ bilər, bir təşkilata, bir partiya və ölkəyə, dövlətə qarşı çevrilə bilər. Ona görə də dezinformasiya insanlar tərəfindən saxta
yanlış qəbul olunan informasiyalardır. Və bunda bir neçə növ var. Bunlardan bir dezinformasiyanı artıq dedik. Məqsədli şəkildə insanların şuuruna təsir etmək üçün ortaya atılan yalan məlumatdır. Var misinformasiya. Misinformasiya adətən sosial mediada, saytlarda, kütləvi informasiya vasitələrində bu adətən rast gəlinir daha çox blogerlik fəaliyyətində, daha çox like, xoş, qarşılanma, qazanmaq üçün ortaya atılan saxta məlumat. Yəni bəyənmə qazanmaq. Ancaq bəyənmə qazanmaq. Burada heç bir təhlükə, hər hansı bir zərər yoxdur. Bir də var mal informasiya. Bu isə təhlükəlidir. O mənada ki, bu informasiya növündə açıqlanması qadağan olunmuş informasiyanın məqsədli şəkildə, xüsusən də hər hansı bir fərdə, partiya, ölkəyə qarşı bir qınaq obyektinə çevirmək, onları aşağı düşürmək, negativ təsir etmək, çaxnaşma yaratmaq, təxribat yaratmaq kimi bir çox negativ halların yaranması üçün ortaya atılan informasiya. Yəni hətta dünya səviyyəsində bir ölkənin imicini aşağı Tamamilə salmaq üçün mümkün olur. Tamamilə də və bu işdən biz dəfələrlə, xüsusən də indiki informasiya müharibəsi dövründə biz qonşularımız tərəfindən və digər maraqlı qüvvələr və ya onların tərəfdarları tərəfindən bəli, Azərbaycana qarşı daha çox şahid olmuşuq. Aydındır. Bəs indi gəlin belə bir sual da verək ki, bugün doğru xəbərlə yanlış xəbəri, daha doğrusu yalan xəbəri biz bir-birindən necə ayıra bilərik? Azərbaycanda Medianın İnkişafı Agentliyi tərəfindən qeydiyyatdan keçmiş saytlar var. O saytlar təkcə özlərinin imicini qorumaq üçün deyil, həm də bir məsuliyyət götürürlər özlərindən ki, yalan informasiyanı yaymayacaqlar. Amma hamı buna riayət etmir. Özünə hörmət edən, daha çox oxucu auditoriyası olan saytlar bir çox səbəblərdən yalan informasiyanı yaymazlar. Yalan informasiyanı yayan saytlar, sosial media hesabları və blogerlər. Bəli, xüsusən blogerlərin yalan informasiyasını necə fərqləndirmək olar? Birinci ona baxılmalıdır, informasiyanı yayan kimdir? İkincisi baxılmalıdır, verdiyi məlumatda bir izləyici, bir oxucu özündə bir sual etməlidir ki, bu doğrudanmı? Yəni bu qədərmi? Əgər o sualı içərinizdə yarandısa, o mənbəni araşdırmağa lazımdır. Yəni nə mənada? O informasiyanı yayan sayt kim tərəfindəndir? Hansı saytdır? Hansı mənbədir? Bu yaxınlarda İsrailin bir saytı var, Kan. Belə bir informasiya getmişdi ki, İsrail öz hərbiçilərinə Azərbaycan və Gürcüstandan geri qayıtmağı tapşırır. Bəli, biz bu məlumatı özümüz də yəni yayıldı, biz onu oxuduq. Və bu informasiya istər-istəməz bir bu qədərmi? Axı Azərbaycanda xarici ölkənin hərbçiləri yoxdur. Bu bir mənalıdır. İsrail əsgərləri daha əminliklə demək olar ki, yoxdur. Və bu araşdırma aparılarkən həmin o ekranda gördüyünüz bu linkə daxil olub həmin məlumatı oxumaq olur. Bəlli olur ki, özünə hörmət edən Kan saytı bu informasiyanı yayır. Amma texniki baxımdan baxanda həmin o linki əllə, manual formada yığdıqda açılmır. Açılmır. Yəni səhifə o zaman açılmır. İndi nə baş verir? Bu dezinformasiyanı yüksək texnoloji alətlər vasitəsilə necə yeridiblər? O linki hazırlayırlar, sadəcə yayırlar, amma orada tıklayanda Kan saytına keçmir. Və deyər olaraq da hal-hazırda görürsünüz bunu. Və dezinformasiyanın texniki tərəfindən yayılması metodlarından biri də budur. Təşəkkür edirəm Sənan müəllim. İnsanlar dünya təcrübəsinə baxsaq və ölkə daxilində fake news-a, yəni yalan xəbərə necə reaksiya verirlər? Növbəti süjetimizi təqdim edirik. Dünyada internet istifadəçilərinin sayı 5 milyardı ötüb. Bu il müxtəlif qitələrdə yaşayan 8 min insan arasında aparılan sorğunun nəticələrinə görə
İnsanların 56% informasiyanı internetdən, sosial şəbəkələrdən, qalan 44% isə televiziya və radiodan alır. Hər bir internet istifadəçisi həftə ərzində azı bir dəfə fake, yəni saxta xəbərlə rastlaşır. Respondentlərin 68%-i saxta xəbərə daha çox sosial şəbəkələrdə rast gəldiyini bildirib. Onların 85%-i dezinformasiyanı konkret təhlükə kimi görür. 88%-i fake xəbərlərin ictimai-siyasi proseslərə təsir göstərdiyinə inanır. Rusiyada bu il aparılan araşdırmalardan birinin nəticələrinə görə son 3 ildə ölkədə fake news, yəni saxta xəbərlərin sayı 10 dəfə artıb. 2021-ci ildə cəmi 1,5 milyon saxta xəbər linki aşkarlanırdı. Bugün isə bu rəqəm 11 milyon ötür. Artım dinamikası kifayət qədər yüksəkdir. Həqiqətə uyğun olmayan xəbərlərin cəmiyyətə təsiri də artmaqdadır. Hələlik bununla bağlı konkret mübarizə mexanizmləri yoxdur. Araşdırmalara görə saxta xəbərlərin qurbanları əsasən 40 yaşdan yuxarı, ali savadlı və yaxud da orta təhsilli insanlardır. Kişilər qadınlara nisbətən 10% daha çox saxta xəbərlərin təsiri altına düşür. Yayılan saxta xəbərlərin mövzusuna gəlincə, kişilər əsasən siyasi mövzularda, qadınlar isə sağlamlıq, sosial müdafiə, informasiya texnologiyaları ilə bağlı saxta xəbərlərə etimad göstərib. Fake xəbərlərin 90%-dən çoxu əsasən müxtəlif epidemiyalar, dərman çatışmazlığı və tanınmış şəxslərin səhhətində yaranan problemlərlə bağlı olub. Bəs görəsən, Azərbaycan əhalisinin dezinformasiyaya reaksiyası necədir? Ən son nə vaxt və hansı saxta xəbərlə üzləşiblər? Bu suallarla paytaxt sakinlərinə müraciət etdik. Əks yönə yönəldir insanları. Bu düzgün yönə yönəltmir. Mən fikirləşirəm ki, buna haqqında ciddi ölçü götürülməlidir. Bu dezinformasiyalar artıq cəmaatı bezdirir. Pis təsir edir mənə. Yəni onlar haqqında yanlış fikir söyləyəndə, yəni dövlətimiz haqqında yanlış fikir söyləyəndə əlbəttə ki, bir Azərbaycanlı kimi çox pis oluram. İnsanların əsas mən istədiyim psixologiyasına çox pis təsir edir. Böyük, kiçik. Bizim düşmənimiz olan Ermənistanla olan münasibətlərə elə qiymətlər verirlər, elə məlumatlar çatdırırlar ki, elə görürsən ki, başdan ayağa feyikdir daha. Yadıma gələn ən sonuncu odur ki, Parisdə Sena çayı hazır idi idman növlərə. O da yalan çıxdı. İndiyənə qədər təmizləmədilər, çünki indi Paralimpiyada gedir. Yenə təxirə salınır bəzi tədbirlər. Telefon açan kimi gələn o loteriyalarına bağlı, uduşlarına bağlı. Kimsə ki, bu öldü, sonra görürsən adam sağdır. Yəni bu da çox böyük bir fəlakətə səbəb ola bilər. Yəni ürəyi biraz zəif insan eşidəndəki yaxın bir insanın dünyasını dəyişib çox pis vəziyyətə düşə bilər. Məşhurları tez-tez üzr istəyirəm, dırnaqarası öldürürlər. Üstündən biraz keçməmiş, yəni orada yazırlar ki, güya qəzaya düşdü, vəfat etdi. Üstündən bir gün keçməmiş görürsən ki, televizorda çıxış eləyir. Bəli, göründüyü kimi dezinformasiya yaşından, sosial statusundan asılı olmayaraq cəmiyyətin bütün təbəqələri üçün real təhlükədir. Onun təsirindən qorunmağın, saxta xəbərlərin yayılmağının qarşısını almağın yollarından biri də maariflənmədir. Elə bu yerdə bizim missiyamız işə düşür. Gördüyünüz kimi fikirlər də birmənalı olmadı. Bizim isə məqsədimiz insanlarımızı məlumatlandırmaq və maarifləndirməkdir. Elə bu səbəbdən də dezinformasiya anlayışının sadə dildə klassik izahını studiyamızın eksperti ilə bərabər verəcəyik. Studiyamızın qonağı isə Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin dekanı, əməkdar jurnalist Vüqar Səfəroğludur. Salamlayıram sizi studiyamızda Vüqar müəllim. Müasir informasiya müharibəsinin ən əsas tərkib hissəsi, ən güclü silahı dezinformasiya kampaniyaları. Məqsəd təbii ki, bilirik, şuurlara təsir etmək və psixoloji durumu dəyişmək, eyni zamanda ictimai rəyi yanlış bir istiqamətə yönəltməkdir. İstərdim, bax, bununla başlayaq və sonra da kiçik bir, belə deyək də, hər hansı bir konkret fake news-u, yəni yalan xəbərin təhlilini aparaq birlikdə. Təşəkkür edirəm Ülfət xanım. Ümumiyyətlə, müasir dövrdə informasiya müharibəsində ən vacib silah hal-hazırda müxtəlif dezinformasiyalardan istifadə etməkdir, dezinformasiyanın müxtəlif növlərindən istifadə etməkdir və ələxüsus da ən qorxulu olan kontent manipulyasiyalar vasitəsilə təsir etməkdir. Ümumiyyətlə, unutmaq olmaz ki, informasiya müharibəsində əsas hədəf məhz insan beynidir. Yəni, insan beyninə təsir etmək, onun doğru bildiklərini əlindən alaraq, ona öz doğrularını təqdim etmək, hədəfdən yayındırmaq, onda çaşqınlıq yaratmaq, ümidsizlik yaratmaq, ruh düşkünlüyü yaratmaq və təbii ki,
öz hədəfləri doğrultusunda istənilən başqa bir nöqtəyə doğru istiqamətləndirmək. Və bu mənada informasiya müharibəsi əslində yanlış olar biz desək ki, yalnız müharibə, biri-biri ilə isti müharibə aparan iki ölkə arasında ola bilər. İnformasiya müharibəsi sülh şəraitində də aparıla bilər. Müəyyən bir diplomatik münasibətləri olan iki ölkə arasında da aparıla bilər. Bəs mənə maraqlıdır, bir ekspert kimi sizin fikriniz, bugün bizim öz auditoriyamız, izləyici auditoriyamız, sosial medianı, sosial şəbəkələri izləyən auditoriyamız nə dərəcədə dayanıqlıdır? Təbii ki, burada bizim əldə etdiyimiz nailiyyətlər var. Amma tamam, bu nailiyyətlər yetərlidirmi? Yəni təbii ki, yox. Çünki təsəvvür edin ki, 20-ci əsrin əvvəllərindən başlayaraq informasiya müharibəsinin bir daha təkrarlayıram, biz mediadan danışırıq, media müstəvisində, xəbər müstəvisində, kontent müstəvisində. Yəni o modelləri dəyişə-dəyişə gəlir. Yəni xarakter dəyişir. Bəli, xarakterlər. Məsələn, adi bax bizim özümüzə aid, sırf Azərbaycanla bağlı, Ermənistan-Azərbaycan informasiya müharibəsi ilə bağlı mən praktik bir misal gətirmək istəyirəm. 2014-cü ilin avqust döyüşləri zamanı, 2014-cü ilin avqustun 1-i 3-ü arası davam edir. Döyüşlər zamanı ermənilərin bizə qarşı tətbiq etdiyi informasiya modelləri bir fərqli idi. 2016-cı ilin aprel döyüşləri zamanı tamamilə fərqli bir modellər təqdim etməyə başladılar. 2020-ci ilin Tovuz döyüşləri zamanı başqa bir modeli gördük. 2020-ci ilin 44 günlük Vətən müharibəsində isə tamamilə fərqli istiqamətlər ortaya çıxdı. Düzdür, 2020-ci ildə istər Tovuz döyüşləri zamanı, istər 44 günlük Vətən müharibəsi zamanı düşmən qarşısına qoyduğu məqsədə nail ola bilmədi. Yəni informasiya müharibəsində bunu açıq şəkildə və tam rahat bir formada biz deyə bilərik ki, biz informasiya cəbhəsində də sözün həqiqi mənasında qalib gələ bildik və hətta mən belə deyərdim ki, düşmənə sözün həqiqi mənasında öldürücü zərbə vurduq. Çünki əgər təsəvvür edin ki, müharibənin sonlarına yaxın erməni sosial media segmentində bir çağrışlar edilirsə ki, yox, bizimkilər bizə yalan deyirlər, doğru xəbəri Azərbaycan xəbərlərindən oxuyun, yəni Azərbaycan segmentindən oxuyun. Yəni özləri belə çağırış edirlərsə, bu artıq o deməkdir ki, yəni informasiya müharibəsində bizim nailiyyətimiz nə oldu? İstər iyulda Tovuz döyüşləri zamanı, əsasən də 44 günlük Vətən müharibəsi zamanı, bir günlük antiterror tədbirləri zamanı ermənilər qətiyyən bizim informasiya məkanımıza müdaxilə edə bilmədilər. Çünki çox ciddi və eyni zamanda da biri-birini dəstəkləyən bir sistemli bir iş qoyula bildi ortaya. 2020-ci ilin Tovuz döyüşləri zamanı Ermənistan Müdafiə Nazirliyi belə bir şəkil yaydı ki, güya bizim kəşfiyyat xarakterli pilotsuz uçuş aparatımızı məhv edib. Yəni burada təbii ki, məqsəd var. Yəni əgər ümumiyyətlə burada belə bir məqam var. Əgər bir informasiya müharibəsində bir dezinformasiya yayılırsa, burada konkret nəsə bir məqsəd var. Burada nəsə bir alt niyyət var və bu niyyət və hədəf var. Bəli, hədəf var və bu hədəf yalnız və yalnız qarşı tərəfin auditoriyasını çaşdırmaq məqsədi daşımır. Burada fərqli başqa hədəflər də ola bilər. Ermənilərin yaydığı bu şəkildə həm də öz daxili auditoriyalarına və xarici auditoriyaya deməli belə bir mesaj vermək istəyirdilər ki, yəni iyul döyüşlərinin məhz başladan tərəf Azərbaycan. Üstündən çox qısa bir müddət sonra müstəqil jurnalistlər tərəfindən bu şəkil təqzib edildi. Bundan əvvəl bizim Müdafiə Nazirliyi bunu təqzib etdi. Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu xəbəri ki, yəni xeyr, bizim heç bir pilotsuz kəşfiyyat xarakterli uçuş aparatımız məhv edilməyib. Ümumiyyətlə biz uçuş həyata keçirməmişik. O ki qaldı şəkli isə müstəqil jurnalistlər təqzib elədilər və nəticədə məlum oldu ki, həmin şəkil deməli Pakistan tərəfindən, Pakistan mediası tərəfindən yayımlanıb 2014-cü ilin aprel ayında və bu şəkil çəkilib Əfqanistanda və Əfqanistanda vurulan ABŞ kəşfiyyat xarakterli pilotsuz uçuş aparatına aiddir. Və hətta deməli Pakistan Tribe, mən səhv etmirəmsə, burada da var, Pakistan Tribe tərəfindən yayımlanan o kontent belə deməli yenidən ictimailəşdi və beynəlxalq ictimaiyyətə deməli təqdim edildi. Təşəkkür edirəm sizə Vüqar müəllim. Necə edək ki, yanlış məlumatın qurbanına çevrilməyək? Təbii ki, mən burada bir media nümayəndəsi kimi deyil, daha çox sıravi vətəndaşın mövqeyindən çıxış edirəm. Sıravi vətəndaş, sıravi insan sosial şəbəkələrdə yayılan, paylaşılmış bir xəbərə körtəbii inanmamaq üçün hansı vasitəyə əl atmalıdır və ya doğru xəbəri müəyyən etmək üçün hansı meyarı əsas hesab etməlidir? Müasir dövrdə informasiya mənbələrinin bolluğu vacib məlumatın qısa müddətdə əldə edilməsinə imkan versə də, həmin məlumatın etibarlılığı, cəmiyyətə obyektiv və qərəzsiz çatdırılması ilə bağlı ciddi problemlər hələ də qalır. Bunun əsas səbəblərindən biri medianın iqtisadi cəhətdən asılı vəziyyətdə olmasıdırsa,
Digər tərəfdən, peşəkar jurnalistlərin azlığı və beləliklə də 4-cü hakimiyyətin başlıca missiyasından uzaqlaşmasıdır. Cəmiyyət doğru xəbər ünvanını müəyyənləşdirməkdə həm də ona görə çətinlik çəkir ki, sosial şəbəkələrin həyatımıza daxil olması ilə informasiya təhlükəsizliyinin təmini meyarlarına əməl olunmur. Bəzi media strukturları və internet portalları isə sifariş icraçılarına çevrilirlər. İnformasiya təhlükəsizliyi üçün 3 vacib element nəzərə alınmalıdır. 1. Əlçatanlıq, yəni nəzərdə tutulmuş vaxt ərzində tələb olunan informasiya resursunu, informasiya xidmətini əldə etmə imkanı. 2. Tamlıq, yəni informasiyanın əvvəlcədən müəyyən edilmiş keyfiyyətə çatdırılması. 3. Məxfilik, yəni informasiyanın icazəsiz girişlərdən məxfi saxlanılması. Təbii ki, bu 3 aspektin pozulması informasiya təhlükəsizliyinin qorunmasında da problemlər yaradır. Bu nöqteyi nəzərdən nüfuzlu və ciddi media subyektləri etibarlı mənbə imicini saxlamaq üçün məlumatın etibarlı çatdırılması prinsiplərinə əməl etməyə çalışır. Çağdaş dövrümüzdə baş verən sürətli hadisələr, siyasi münaqişə və digər ziddiyyətli proseslər bir çox hallarda ən doğru informasiyanın rəsmi qurumlar deyil, rəsmi şəxslərin dilindən eşitmək zərurətini yaradır. Ən etibarlı məlumatın ictimaiyyətə çatdırılması nümunəsini Azərbaycan prezidenti İlham Əliyev göstərir. Dövlət başçısı 44 günlük müharibə və 24 saatlıq antiterror əməliyyatları zamanı dünyanın bir çox nüfuzlu media orqanlarına, televiziya və radio kanallarına verdiyi müsahibələrlə bəlli mərkəzlərin təhrif etdiyi durumun beynəlxalq birliyə obyektiv çatdırılmasına imkan verdi. Azərbaycanın həyata keçirdiyi əməliyyatların xarakteri, eləcə də müharibədə qadağan olunmuş silahlardan, məsələn, kasetli bombalardan istifadə olunduğuna dair yanlış məlumatlar yayan media mənsublarının arqumentlərini darmadağın etdi. Ermənistan və onun qərbdəki lobbisinin 44 günlük müharibə barədə yaydığı yalan, fake məlumatlar, Prezident İlham Əliyevin sərrast, prinsipial cavabları, gerçək hadisələrin inandırıcı təqdimatı ilə darmadağın edildi. Bu proseslər bir daha göstərdi ki, 44 günlük müharibə və 24 saatlıq antiterror əməliyyatları üçün etibarlı informasiya mənbəyi məhz Azərbaycan prezidenti oldu. Ölkə mediasının həmin dövrdə dövlət orqanları ilə sinxron çalışaraq həmrəylik nümayiş etdirməsi Azərbaycanın informasiya savaşından qalibiyyətlə ayrılmasının əsasını təşkil etdi. Bəli, dezinformasiyalar artıq müasir siyasi proseslərin bir tərkib hissəsinə, yəni bir komponentinə çevrilib. Bir çox hallarda dezinformasiyalar dövlətlər arası münasibətlərin gedişatına və xarakterinə də öz təsirini göstərir. Faktların manipulyasiyası, yanlış narrativlər, yəni sadə dildə desək, uydurma, tezislər real mövcud vəziyyəti obyektiv təqdim etməyə imkan vermir. Bu səbəbdən də dezinformasiya ilə mübarizə aparaq ki, sahib olduğumuz reallıqla yalan məlumatların kölgəsində qalmasın.